Salam uşaqlar, bugünkü video dərsimizdə biz həmcins sözlərlə bağlı danışacağıq. Həmcins sözlər nəyə deyilir? Həmcins sözlər eyni bir suala cavab verən və eyni bir cümlə ilə bağlı olan sözlərə həmcins sözlər deyilir. Həmcins sözlər daha çox sadalama vasitəsilə yaranır. Məsələn, mən Kamili, Əlini, Vəlini, Hüseyni gördüm. Yəni gördüyünüz kimi burada bir sadalamalar vardır. Demək ki, bu da nə sayılmış olar? Həmcins üzv sayılır. Bunlarla bağlı təbii ki, geniş şəkildə danışacağıq uşaqlar. Həmcins sözlər iki yolla bağlanır, belə deyək, həm intonasiya vasitəsilə, həm intonasiya, həm də tabesizlik bağlayıcı ilə bağlanır. Həmcins sözlərin arasında uşaq tabesizlik əlaqəsi olur, yadınızda qalsın. Biz bunu sintaktik əlaqədə göstərmişdik və tabesizlik əlaqəsi belə iki başlı oxla göstərilir. Uşaq, indi həmcins sözlərlə bağlı asan misallara baxaq, sonra yavaş-yavaş dərs əsnasında bunları çətinləşdirəcəm uşaqlar. Deməli, birinci belə bir cümləyə başlayaq. Mən Kamili, Əlini, Vəlini gördüm. Ümumiyyətlə, həmcins sözlər dediyimiz kimi eyni bir suallara cavab verir və eyni bir cümlə üzvü ilə bağlı olur. Məsələn, nə etdim, gördüm, kim, mən. Gördüyünüz kimi xəbər müddətdən asılıdır. Kimi gördüm? Kamili gördüm. Kimi gördüm? Əlini gördüm. Kimi gördüm? Vəlini gördüm. Gördüyünüz kimi, bax, bu həmcins sözlərin üçü də kimi suala cavab verir. Yəni cümlənin tamamlıqları. Demək ki, bunlar həmcins tamamlıqlarıdır və eyni bir suala cavab verib, hər biri eyni bir cümlə üzvündən asılı olub. Demək ki, bunlar nədir uşaqlar? Həmcins sözlərdir. Yəni həmcins sözlərdə mütləqdir ki, bir sadalama olsun. Yəni vergülün və yaxud da ki, və ilə bağlayıcısının iştirakı orada mütləqdir. Həmcins sözlər tabesizlik bağlayıcı ilə da bağlana bilər. Aşağıdakı bir misal diqqət yetirək. Mən həm Gəncədə, həm də Bakıda yaşamışam. Yaşamışam kim? Mən. Gördüyünüz kimi xəbər mübtədadan asılıdır. Harda yaşamışam? Gəncədə yaşamışam. Harda yaşamışam? Bakıda yaşamışam. Və suallara fikir verdiniz, hər ikisi, yəni həmcins sözlər hər ikisi eyni bir cümlə üzvü olur. Təbii ki, eyni bir suallara cavab verir və eyni bir cümlə üzvündən asılı olur. Bu qədər bəsitdir uşaqlar. Yadda saxlayın ki, bütün cümlə üzvlərinin həmcinsliyi var. Ən asan həmcins sözlər elə demək olar ki, tamamlıq və zərfliklərindir. Daha çətin həmcinsliklər mübtədədə, xəbərdə və təyində qarşımıza çıxacaq. İndi bununla bağlı uşaqlar misallar göstərəcəm. Deməli uşaqlar, keçək indi həmcins xəbərlərlə bağlı danışaq. Həmcins xəbərlər biraz uzun çəkəcək uşaqlar. Çünki müxtəlif formalardadır. Çünki bunun həm ismin xəbəri var, həm fe'li xəbəri var. Ona görə başlayaq ki, yenə də asandan çətinə doğru gedək uşaqlar. Birinci yenə bir asan bir cümlə yazmışam. Cümləmiz nədir? Kamil yeyir, içir, kef eləyir. Gördüyünüz kimi kef eləyir kim? Kamil. Yeyir kim? Kamil. İçir kim? Kamil. Gördüyünüz kimi bu hər üç xəbərdəki işi icra eləyən kimdir? Kamildir. Yəni demək ki, bu xəbərlərin hər biri eyni bir müddətdən asılıdır. Bu qədər bəsitdir yəni. O gəldi, gördü, getdi. Bu nədir uşaqlar? Həmcins xəbərlərdir. Bunlar asan misallardır. Yavaş-yavaş gəlirəm uşaq bir açıqlaşdırıcı məqamlara. Kamil səmimi və mehribandır. Bax, bu cümlənin çox vaxt təyin edilir. Uşaqlar səmimi, necə deyib təyin götürürlər. Təbii ki, olmaz. Burada bir dil ixtisarı var uşaqlar. Əslində Kamil səmimidir və mehribandır. Ona görə bu formada təhlil olunmalıdır uşaqlar. Həmcins xəbərləri heç vaxt belə bir götürmək olmalı uşaqlar. Bunları ayrı-ayrı öyrənməlisən. Kamil səmimidir və mehribandır. Burada bir dil ixtisarı var. Həmcins sözlərdə dil ixtisarı ola bilər. Dərsin axırlarında ixtisarla bağlı daha geniş danışacağım. Səmimidir kim? Kamil. Mehribandır kim? Kamil. Yəni burada səmimi biz təyin götürmürük. Dediyimiz kimi burada bir dil ixtisarı var. Son bir cümləyə baxırıq. Bu hədiyyələr kamil, adil və aqil üçündür. Uşaq, ixtisar necə olur? Sonuncuda olan, əvvəlkilərdə olmayan sözlər ixtisardır. İxtisar dildə niyə var? Dili daha rahatlaşdırsın deyə. Mən bu cümləni belə verə bilərdim. Bu hədiyyələr kamil üçündür, adil üçündür, aqil üçündür. Sadəcə o artıq üslub olaraq biraz ağır olardı. Ona görə ixtisar, dediyim kimi, sonuncu həmcinsdə saxlamaqla əvvəlkilərdə ixtisar olmuş şəkilçilər və sözlərdir. Ona görə bu cümlədən bu hədiyyələr kamil üçündür. Biz ki, üçün qoşmadır, müstəqil cümlə üzvü olmur. Nəyə qoşulub sonradan bir yerdə cümlə üzvü olur. Aqil üçündür. Nə hədiyyələr? Hansı hədiyyələr? Bu hədiyyələr. Aqil üçündür. Eyni zamanda bu üçün həm aqilə, həm adilə, həm də kamilə aiddir. Kim üçündür? Kamil üçündür, adil üçündür və aqil üçündür. Gördüyünüz kimi burada bir üçün ixtisarı var. Ona görə burada kamil və adil sözlərin üstündə də o üçün olmalıydı. Bu nədir uşaqlar? Həmcins xəbərli bir cümlədir. Keçək uşaqlar həmcins xəbərlərin mürəkkəb cümlələrdən fərqinə bununla bağlı danışaq. Deməli uşaqlar, indi ən əsas məsələyə gəlirik. Həmcins xəbərlərin mürəkkəb cümlələrdən fərqləndirilməsindən buna diqqət yetirək uşaqlar. Baxın, bəzən elə olur ki, bayaq dediyim sadalamalar formasında bir həmcinslik olur. Yəni, sanki bir cümləyə oxşarmış kimi olur və biz bunu necə fərqləndiririk? Cümləyə baxaq, Kamil evə gəldi, amma o kitabları gətirmədi. Üzr istəyirəm, Kamil evə gəldi, amma kitabları gətirmədi deyə bir cümlə edirik. Biz bura gələnə qədər cümlə üzrəni keçmişik artıq. Həmişə uşaqlar həmcins sözü tapanda vergüldən sağa qədər bir, sola qədər bir baxın. Məsələn, gəldi, kim gəldi? Kamil. Gördüyünüz kimi Kamil evə gəldi. Amma kitabları gətirmədi. Gətirmədi, kim gətirmədi? Kamil. Gördüyümüz kimi həm gəldi xəbərini, həm gətirmədi xəbərini icra edən eyni bir mübtədadırmı? Bəli, eyni bir mübtədadadır. O zaman bu cümlələr uşaqlar həmcinsdir.
Amma bura diqqət yetirin. Bax, maksimum diqqətlə qulaq asın, görün nə deyirəm. Əgər mən bu cümlədə belə bir şey yazsaydım, Kamil evə gəldi, amma məsələn, bura bir amma yazaq, amma o kitabları gətirmədi. Cümləyə baxın. Əslində bu o, Kamil ola da bilər, olmaya da bilər. Sadəcə mən nəyə baxıram? Şu an qrammatik gözlə baxıram. Vergüldən sağda və solda ayrı-ayrı mübtəda xəbərlər varmı? Gəldi kim? Kamil. Gətirmədi kim? Kamil yox. Gətirmədi kim? O. Nəyi? Kitabları. Gördüyünüz kimi vergüldən sağdakı mübtəda xəbərin o ilə gətirmədi. Demək ki, burada həmcins xəbər yoxdur. Bu cümlədən uşaqlar mürəkkəbdir. Baxın, mürəkkəb cümləni həmcinslərdən fərqləndirəndə ən gözəl üsul vergüldən sağa və sola baxmaq lazımdır. Vergüldən sağda və solda olan xəbərləri ayrı-ayrı mübtədalar icra eləməlidir. Belə bir cümlə yazsam, bura maksimum diqqət yetirin uşaqlar. Hamı gülür, vergül, hamı kef edir. Belə bir cümlə. Cümləni təhlil edirik. Gülür kim? Hamı. Kef eləyir kim? Hamı. Uşaq, bu hamının eyni olub-olmamağı bizə maraqlı deyil. Biz nəyə baxırıq? Əgər bizim mürəkkəb cümlə nəyə deyilir? İki qrammatik əsası olan cümlələrə mürəkkəb cümlə deyilir. Cümlənin qrammatik əsasını mübtəda və xəbər təşkil edir. Əgər vergüldən sağda və solda olan, belə deyək, cümlələrdə mübtəda xəbər varsa, artıq sən bu xəbərlərə həmcins deyənmərsən. Da deyənmərsən, müəllim, gülən də, kef eləyəndə hamıdır. Olsun, sən vergüldə sağında və sonda ayrı-ayrı hamılar var. Yəni ayrı-ayrı mübtədalar var. Birinci qrammatik gözlə baxmaq lazımdır, sxem olaraq baxmaq lazımdır. Yəni biz burada nəyi görürük? Mübtəda xəbər. Demək ki, bu cümlə nə deyil? Həmcins deyil, mürəkkəbdir. Bundan başqa uşaqlar bir şeylə diqqət yetirməyinizi istəyirəm. Bu həmcins sözlərlə bağlı. Baxın, əgər belə bir şey varsa, məsələn, o mübtədanın iştirakı şərt deyil, vacib deyil ki, orada mübtəda olsun. Məsələn, belə bir cümlə yazıram. Kamil şəhərə getdi, vergül, amma gəlmədilər deyə bir cümlə yazıram. Nə etdi, getdi, kim getdi, Kamil, hara getdi, şəhərə. Nə etdilər, gəlmədilər, kim, Kamil, yox. Kim gəlmədi? Onlar. Yəni artıq vergüldən solda olan cümləmdə getdi, Kamil. Gəlmədilər, Kamil yox, başqa biriləri. Yəni kimsə, onlar gəlmədilər. Demək ki, bu cümlə də uşaqlar nə sayılacaq? Mürəkkəb sayılacaq. Çünki xəbərlər eyni şəxslərdə olmalıdır. Bu xəbər üçün təkindədir, Kamil getdi, bu xəbər üçün cəmindədir. Demək ki, burada uşaqlar, bu da həmcins yox, mürəkkəb cümlə adlanmalıdır. Və yaxud belə bir cümlə yazıram uşaqlar. Kamil şəhərə getdi, amma gec idi. Cümləyə baxaq. Nə etdi, getdi, kim getdi, Kamil, hara getdi, şəhərə. Gec idi, kim, Kamil gecdi. Belə bir şey yoxdur uşaqlar. Gördüyünüz kimi, bu gec idi xəbəri də Kamil mübtədasına aid deyil. Demək ki, bu nədir uşaqlar? Bu cümlənin xəbəridir və Kamilə aid deyil. Xəbər başqa bir şəxsə aid olacaq. Şəxsə aid olacaq deməyimiz düzgün deyil. Ümumiyyətlə, bu cümlə şəxsiz cümlədir, ikinci tərəfdə gəlir. Ona görə gec idi, Kamilə aid deyil deyə, bu da bir həmcins xəbər saymayacaq uşaqlar. Uşaq, bu cümlələrdə diqqət yetirək. Həmcins xəbərlər biraz dediyim kimi uzundur. Yağış yağdı, yollar su oldu deyə bir cümlə yazmışam uşaqlar. Bu cümlə həmcins xəbərlidirmi, yoxsa yox, buna diqqət yetirəcək. Yağdı, nə yağdı? Yağış. Yəni yağan yağışdır. Su oldu. Nə su oldu? Yollar. Yəni su olan artıq yağış deyil. Su olan nədir? Yollardır. Gördüyünüz kimi yenə də vergüldən sağda və solda ayrı-ayrı mübtəda və xəbərlər var. Demək ki, burada həmcins xəbər yoxdur uşaqlar. Mən bu cümləni bir balaca dəyişərəm və cümlədə həmcins xəbəri yaratmış olaram. Necə? Yağış yağdı, yolları su etdi deyə bir şey deyirik. Məsələn, yolları, üzr istəyirəm, yağış yağdı, yolları su etdi deyə bir cümlə yazarıq. Aha. Gördüyünüz kimi, bu cümlədə artıq yağdı, nə? Yağış. Yəni, su elədi. Nə su elədi? Yağış. Məsələn, su elədi. Nə su elədi? Yağış. Nəyi? Yolları. Artıq burada yollara söz tamamlıq olar və bu cümlə həmcins xəbərli olar. Çünki yağan da, yolları su eləyən də nədir uşaqlar? Hər ikisi yağışdır. Yəni, bu qədər bəsitdir. Sadəcə xəbərlərə sual verin. Çalışın ki, o xəbərlərdə olan hərəkətləri eyni bir mübtəda icra etsin və bu şəkildə bu nə olacaq uşaqlar? Həmcins xəbərli cümlə sayılacaq. Bir də uşaqlar, nəyə diqqət etməyinizi istəyirəm? Biz bağlayıcını keçəndə belə bir qeyd demişik. Demişik ki, tabelli bağlayıcıları yalnız tabeli mürəkkəb cümləyə bağlayır. Bax, buna diqqət yetirin, xüsusi bir diqqət yetirin. Məsələn, belə bir cümlə yazıram. Kamil xəstələnmişdi. Vergül. Çünki soyuq su içmişdi deyə bir cümlə yazıram. Uşaq, ilk başda təhlildə biz burada nə iş görəcəyik? Baxaq, Kamil xəstələnmişdi, çünki soyuq su içmişdi.
Nə etmişdi? Xəstələnmişdi. Kim? Kamil. Nə etmişdi? İçmişdi. Kim içmişdi? Kamil. Gördüyünüz kimi xəbərlərin hər ikisini icra edən mübtəda eynidir, kamildir. Amma sən bu cümləyə həmciz xəbər deyə bilmərsən. Niyə? Şuna baxın, burada istifadə olunan bağlayıcı nə bağlayıcıdır? Çünki tabelilik bağlayıcısıdır, səbəb bağlayıcılardır. Tabelilik bağlayıcıların iştirak etdiyi bütün cümlələr istisnasız tabeli mürəkkəb cümlələrdir. Və tabeli mürəkkəb cümlələrdə həmcins üzv söhbəti edilmir. Yəni sən bu cümləyə həmcins xəbərli sadə cümlə deyə bilmərsən. Tabeli mürəkkəb cümlələrdə hər iki xəbəri eyni mübtəda icra edə bilər. Yadınızda qalsın. Harda ki həmcins xəbərli cümlə axtarırsınızsa, orada tabelilik bağlayıcıları olan variantları çıxartmaq lazımdır. Çünki tabelilik bağlayıcıları demək ki, bu cümlə artıq həmcins xəbərli sadə cümlə yox, tabeli mürəkkəb cümlədir. Bu yadımızda qalsın uşaqlar. Belə. Deməli, gedək uşaqlar həmcins təyinlə bağlı danışaq. Ən asanlardan bir də məhz həmcins təyindir. Bir-iki dənə şey diqqət yetirməliyik uşaqlar burada. Belə bir cümlə yazmışam. Rəhman sarı, qırmızı, yaşıl köynək geyindi deyə bir cümlə yazmışıq. Bu cümləyə diqqət yetirək. Nə etdi, geyindi? Kim geyindi? Rəhman. Nə geyindi? Köynək geyindi. Tamamlıq, qeyri-müəyyən təsir. Necə köynək? Sarı köynək. Hamısı köynəyə aiddir. Necə köynək? Qırmızı köynək. Necə köynək? Yaşıl köynək. Belə, yəni budur, bu qədər bəsitdir. Həmcins sözlər eyni bir cümlə üzrə aid olur. Suallar da nədirsə, həmin cümlə üzrə artıq həmcinsdir, həmcins təyindir. Burada nəyə diqqət yetirək? Bu altdakı cümləni bayaq yazmışdım həmcins xəbərlərdə. Bir dənə də yazıram. Yəni harda necə nə cür sual varsa təyin götürməyin. Burada bir dir ixtisarı var. Yenə deyirəm. Türkan səmimi və mehribandır. Mehribandır kim? Türkan. Səmimidir kim? Türkan. Bu da həmcins xəbərdir. Burada bir dir ixtisarı var. Buna xüsusi diqqət yetirməyinizi istəyirəm. Bir dənə təyindir ki, olar. Bunun içində bir qeyri-həmcins təyin də var. Düzdür. Artıq toplarda qeyri-həmcins təyin sözü yoxdur, amma çaşqınlıq olmasın deyə bir dənə misal göstərəcəm sizə. Təhlildə qabağınıza çıxacaq uşaqlar. Deməli uşaqlar, bu cümləyə bir diqqət yetirək. Aşağıdakı yazdığımız yerdə bir qeyri-həmcins təyin var. Onu həmcinslə müqayisə edəcəyik. Yəni biz həmcins və qeyri-həmcinsi necə fərqləndiririk? Cümləyə diqqət yetirək. Bu kursdakı yaraşıqlı oğlan Aliyev Elvindir deyə bir cümlə yazmışıq. Cümlə necə təhlil olunur? Aliyev Elvindir. Mürəkkəb addır, parçalanmır, xəbər olur. Kim Aliyev Elvindir? Oğlan. Hansı oğlan? Yaraşıqlı oğlan. Hansı yaraşıqlı oğlan? Kursdakı yaraşıqlı oğlan. Hansı kursdakı yaraşıqlı oğlan? Bu kursdakı yaraşıqlı oğlan. Baxın, əsas olay buradadır uşaqlar. Bura diqqət yetirək, bu ifadəyə diqqət yetirək. Həmcins təyinlərdə nə vardır? Cümləmiz nədir? Rəhman sarı, qırmızı, yaşıl köynək aldı. Gördüyünüz kimi sarı da, qırmızı da, yaşıl da hamısı köynəyə aiddir və onu eyni bir cəhətdən izah edir. Və bir sadalama var. Sarı köynək, yaşıl köynək, qırmızı köynək. Altdakında isə bir sadalama yoxdur deyə vergül qoyulmur. Bunun adı qeyri-həmcins təyindir. Qeyri-həmcins təyinlərdir. Yəni bir-birini daha çox izah edən təyinlərdir. Fikir verirsə, burada sual vermək belədir. Köynək, necə köynək? Yaşıl köynək. Belə bir şey deyə bilərim, necə yaşıl köynək, qırmızı yaşıl köynək. Belə bir sual yoxdur. Amma qeyri-həmcins təyinlərdə bir-birinə sual verə-verə gedə bilirsən. Məsələn, bu kursdakı yaraşıqlı oğlan Aliyev Elvindir. Aliyev Elvindir kim? Oğlan. Hansı oğlan? Yaraşıqlı oğlan. Hansı yaraşıqlı oğlan? Kursdakı yaraşıqlı oğlan. Hansı kursdakı? Bu kursdakı. Yəni qeyri-həmcins təyinlər, bu 3 dənə qeyri-həmcins təyinlər bir-birinə nə iş görə bilirsən bunlara? Sual verə bilirsən. İkinci bir tərəfdən yadda saxlayın ki, çox vaxt həmcins üzvlər eyni nitq hissələri ilə ifadə olunur və hər cür sifətdir, hər cür rəng bildirir. Amma qeyri-həmcins təyinlərin ifadə vasitələri daha çox fərqli olur. Sən bu əvəzlik kursdakı sualına görə digərlərindən fərqlənən sifət. Yalnız hansı sualı? Yaraşıqlı necə? Bu da sifətdir, amma gördünüz, bununla bu sifət arasında fərq var. Bu qədər bəsitdir. Yəni yadda qalsın ki, qeyri-həmcins təyinlər daha çox fərqli ifadə vasitələrlə ifadə olunacaq. Məsələn, mən burada yaraşıqlını silərəm, buradan başqa bir şey yazaram. Bu kursdakı oxuyan oğlan Aliyev Elvindir. Yenə də, Aliyev Elvindir kim oğlan? Hansı oğlan? Oxuyan oğlan. Hansı oxuyan oğlan? Kursdakı oxuyan oğlan. Gördünüz, bu nə qədər ifadə olunur? Əvəzi ilə, sifətlə, oxuyan, aləm var, fe'li sifətlə. Qeyri-həmcins təyinlər sadalaması olmayan, bir-birini izah edən təyinlərdir. Bu qədər bəsit uşaqlar. Deməli, gələk ən önəmli məsələlərdən birindən bu bizə qrammatik normalar dərsinin çox lazım olacaq. Ona görə bura maksimum diqqət yetirək. Ümumiyyətlə, bizim mübtədalarımız insan anlayışı bildirirsə və mübtədalarımız həmcinsdirsə, xəbəri demək olar ki, tək vermək mümkün deyil. Və burada xəbərlərin həmcins mübtədalarının uzlaşmasını necə həyata keçiririk? İlk cümləyə baxaq. Mən, Elvin, Ramiz şəhərə getdik. Baxın, əgər həmcins mübtədaların içərisində mən varsa, yəni birinci şəxs varsa, xəbərlər olsa zaten, baxın, burada məni vermişəm, burada səni vermişəm, burada isə o var. Yəni, mən nə mən var, nə sən var da. Əgər həmcins mübtədaların içərisində mən varsa, xəbəri mütləq mənim cəminə uyğun, yəni bizə görə qoymaq lazımdır. Mən, Elvin, Ramiz şəhərə getdik, yəni biz getdik. Nə etdik, getdik? Kim?
Mən, Elvin, Ramiz. Hara getdik? Şəhərə getdik. Gördüyünüz kimi mən var deyə mənə uyğun. Biz getdik kimi uzlaşdırılır. Əgər mən yoxdursa, sən varsa, yəni neçənci şəxs üstdədirsə, ona uyğun xəbərlərdə bir uzlaşdırma olur. Sən, Orxan və Rəşvin şəhərə getdiniz. Kim getdi? Siz getdiniz. Bax, sənə görə necə uzlaşdırıram? Sizlə uzlaşdırıram. Siz, Orxan və Rəşvin şəhərə getdiniz. Getdiniz kim? Sən, Orxan, Rəşvin. Bu qədər bəsit. Son olaraq nəyə diqqət yetiririk? Ləman və Nigar şəhərə getdilər. Ləman, Nigar mübtədalarımızdır. Getdilər kim? Ləman, Nigar. Əgər mən bunu belə yazsam, bu cümlə nədir? Bu cümlə yanlışdır. Ləman və Nigar şəhərə getdi deyə bir cümlə ola bilməz. Düzdür, gündəlik həyatda istifadə edilir, amma bu qrammatik cəhətdən yanlışdır və qrammatik normanın pozuntusudur. Həmcins mübtədalar insan anlayışı bildirirsə və ən azı 2 dənədirsə, xəbər mütləq cəm verməlisən. Hansı şəxslər üstündürsə, ona uyğun şəkildə verməliyik. Bundan başqa bir də nəyə diqqət yetirməyinizi istəyirəm. Bəzən ola bilər ki, təbii ki, bu cəmlərin elə özü iştirak edə bilər. Yəni, necə cəmlərin özü iştirak edə bilər? Misallarla göstərəcəm. Deməli, belə bir şey yazaq. Biz, siz, onlar şəhərə getdik. Vəssalam, yenə də dəyişən bir şey yoxdur. Hansı şəxs üstdədirsə, biz, siz, onlar deyirik. Biz birinci şəxsdir. Ona uyğun xəbər uzlaşdırırsan. Biz, siz, onlar şəhərə getdik. Əgər burada biz olmasa, siz və onlar olsa, siz və onlar şəhərə getdiniz olmalıdır. Bu qədər bəsit. Ona görə mən bu dərs deyəndə həmişə belə bir şey çəkirəm. Mən, sən, o. Həmcins mübtədaların içində mən varsa bizə uyğun xəbər uzlaşdırılmalıdır. Xəbər bizə uyğun uzlaşdırılmalıdır. Sən varsa, mən yoxdursa artıq sizə görə uzlaşdırılmalıdır. Nə mən var, nə sən var. Ancaq Ləman, Əli, Vəli bu formada davam edirsə artıq onlara görə uzlaşdırılıb cəmdə verilməlidir bizim xəbərlərimiz. Bu, yadda qalsın. Deməli, həmcins sözlərdə ixtisarlarla bağlı söhbət edək. Bunu mütləq dəftərinizə qeyd edin. İndi lövhəni silib buna dair misallar göstərəcəm. Bu, haradasa bir 2 il bundan əvvəl birinci qrupun qəbul imtahanına düşmüşdü. Məsələn, bu şəkilçilərdən biri ixtisar olunmur deyildi. Bunun xüsusi bir qeyd yazın. Qrammatik şəkilçilər ümumiyyətlə ixtisar olunur. Uşaqlar, nələr ixtisar olunmur? Zaman şəkilçiləri feildir. Bir də inkar şəkilçiləri ixtisar olunmur. Bunu mütləq şəkildə yazın, ağzınızda qalsın. İxtisar olunan şəkilçilər daha çox hansılardır? Cəm, mənsubiyət, hal, xəbərlik, ismi məxsus olan 4 qrammatik şəkilçinin 4-ü də, hissəciklər, idi-imiş hissəciklər ixtisar oluna bilər, qoşmalar ixtisar oluna bilər. Bir də mürəkkəb feil, ol, et, elə ilə olan mürəkkəb feillərin o ol, et, elə hissələri ixtisar oluna bilər. İndi ərəsinə dair misallar göstərəcəm. Deməli, uşaqlar, ixtisarlara dair misalları göstərmişəm. Burada hər bir şəkilçinin ixtisarına dair demək olar ki, misal var lövhədə. Gəlin bunlara diqqət yetirək. Deməli, biz xəstəxananın həkim və tibb bacılarını gözlədik. Yəni, həmcins, sadalanan həmcinslərdə nələr ixtisar olunur? Gözlədik. Kim? Biz. Kimi gözlədik? Xəstəxananın həkimlərini və tibb bacılarını. Baxın, ikincidə həkim və tibb bacıları. Burada hansı şəkilçi ixtisar olunub? Həkim, xəstəxananın həkimlərini, tibb bacılarını. Bacı sözün köküdür. Lar mənsubiyyət, üzr istəyirəm, cəm, ı mənsubiyyət, bu birisi ı təsiriyyat. Gördüyünüz kimi cəm, mənsubiyyət və hal şəkilçisi var bunun üstündə. Burada isə yoxdur. Yəni burada demək ki, həkim sözünün üstündə nə olmuş olar? Cəm, mənsubiyyət, hal şəkilçiləri ixtisar olunub. Yəni xəstəxananın həkimlərini, bu şəkilçilər eyni ilə harada olmalıydı? Burada. Demək ki, burada həmcins üzvün üstündən cəm, mənsubiyyət, hal şəkilçisi ixtisar olunubdur. Sonra xəbərin şəkilçisi ixtisarına baxaq. Bu tip cümləni artıq 3-cü səfərdə yazıram. O, ağıllı və savadlıdır deyə bu cümlə yazırıq. Savadlıdır, görürsünüz, o ağıllıdır və savadlıdır. Buna biz təyin falan deyənməliyik. Bu zərflidir, üzr istəyirəm, xəbərdir. Savadlıdır kim? O, ağıllıdır kim? O. Bu da dırın ixtisarı. Gördüyünüz kimi cəm, mənsubiyyət, halın ixtisarını yuxarıda göstərmişdim. Bu, dırın ixtisarı. Gəlirik bura. Mən, Mahir, Gülyaz, Aytən üçün dərs çəkdim. Nə etdim? Çəkdim. Kim çəkdi? Mən. Nə çəkdim? Dərs. Kim üçün çəkdim? Mahir üçün, Gülyaz üçün, Aytən üçün. Yəni bunlarda artıq qoşmalar da ixtisar oluna bilər. Son həmcinslər. Və bunları Mahir, Gülyaz, Aytən mübtəda götürmək olmaz ha. Bunu nə iş görməliyik? Hamısını tamamlıq götürməliyik. Çünki bu üçünlər eyni ilə əvvəlki həmcinslərə də aiddir. Dediyim kimi də ixtisar tapmaq üçün sadəcə sonuncuya baxmaq lazımdır. Sonuncuya. Sonuncuda olan, əvvəlkilərdə olmayan şəkilçi və sözlər ixtisar olunmuş sözlər sayılır. Son cümləyə baxaq. O ağıllı və savadlı olmuş deyə bir cümlə verdik. Burada çox vaxt uşaqlar bunu təyin götürürlər və yaxud zəfli götürürlər. Eləməyin. Ağıllı olmaq və savadlı olmaq mürəkkəb feildir. Mürəkkəb feildirsə o zaman, mürəkkəb feillərin bayaq dedim ki, ol, et, elə hissləri ixtisar oluna bilər. Əslində bu cümlələrdə o ağıllı olmuşdu, o savadlı olmuşdu. Sadəcə olmuşdu
mürəkkəb feilin ağıllı olmuşdur və savadlı olmuşdur mürəkkəb feilin olmuşdur tərəfi burada ixtisas olunur. Bu qədər bəsit olar. Demək olar ki, bu olmuşdurla bağlı testlərdə daha çox misal görməyəcəksiniz. Ən çox ixtisarlar cəm mənsubiyyət hal xəbərlik və qoşmalarla bağlı olur. Belə, bu da oldu bizim həmzi sözlər dərsi. Həmzislərdən sonra son olaraq bunu deyək, bunu da yavaş-yavaş yekunlaşdıraq uşaqlar. Baxın, burada bir ümumiləşdirici söz deyə bir söz var həmzi sözlərdə. Bunu uşaqlar daha çox əlavə ilə qarışdırırlar. Amma xatırlayırsa mən əlavə dərsin keçində belə bir şey demişdim. Tre əlavə. Yəqin yadınıza gəlir. Dərsin adını da bu formada yazmışam. Yəni əlavə aid olduğu cümlə üzvündən həmişə sonra gəlir. Bu bir. İkincisi, yadın saxlayın ki, əlavə yalnız və yalnız bir cümlə üzvünə aid olur. Yəni bir üzvə aid olub, onu aydınlaşdırır. Bir üzvə aid olur. Məsələn, mən Kamili tre dostumu gördüm. Bu əlavədir. Əlavə aid olduğu cümlə üzvündən sonra gəlir və bir cümlə üzvünə aid olur. Amma ümumiləşdirici söz fərqli bir şeydir. Ümumiləşdirici söz mütləqdir ki, sadalamalara aid olsun, yəni həmzislərə və onları elə bir söz olmalıdır ki, adı üstündə ümumiləşdirici söz, yəni toparlamağı bacarmalıdır. Cümləyə baxırıq. Mən hamını, Kamili, Adili, Elvini çağırdım. Çağırdım kim? Mən kimi çağırdım? Hamını, Adili, Elvini, Kamili. Gördünüz burada nə iş gördü? Hamını tamamlığı ne iş gördü? Adili, Elvini, Kamili. 3 cümlə üzvünə aid oldu və onları toparladı. Ümumiləşdirici söz elə bir söz olmalıdır ki, toparlama çalarına malik olmalıdır. Yəni, hamısını toparlamağı bacarmalıdır. Ümumiləşdiricinin əlavədən fərqi odur ki, aid olduğu cümlə üzvlərinin əvvəldə gələ bilər, sonra da. Əgər ümumiləşdirici söz birinci gəlirsə, bax, yadınızda qalsın. Yəni, həmzislərdən əvvəl gəlirsə, qoşu nöqtə. Ümumiləşdirici söz sadalamalardan, həmzislərdən sonra gəlirsə, tre qoyulur, əzbərinizdə qalsın. İkinci cümləyə diqqət yetiririk. Mən kitabı, dəftəri, qələmi, tre, hər şeyi götürdüm. Gördüyünüz kimi, bu hər şey sözü nə iş görüb? Kitab, qələm, dəftəri ümumiləşdiribdir. Ümumiləşdirici sözlə əlavəni qarışdırmayan, əlavə bir cümlə üzvünə aid olduğu halda, dediyimiz kimi, ümumiləşdiricilər həm mütləq şəkildə həmziz üzvlərə aid olmalıdır.